Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Akşamınız xeyir olsun, əziz televiziya tamaşaçıları. Yəni bu bayraq mənim xalqımın, Azərbaycanın bayrağı bir dəqiqə mən onsuz gəzmirəm. Azərbaycan üçün çox uğurlu bir il olur. Allah sizə uğurlar qismət eləsin. Çörək verməklə çörək qutarmaz, yaxşılıqla ömür qısalmaz. Salam Azərbaycan! En çok pişirdiğimiz Azerbaycan mətbəxidir. Ben burada 22. ildə yaşayıram. Bütün Azərbaycanımızı salamlayıram. Amma bir gün fikirləşmirdim ki, siz də bizim qonağımız olarsınız. Verilişinizə uğurlar arzulayıram. Bütün valideynlərə can sağlığı versin. Azərbaycanlı olmamızla fəxr edirik. Belə nəsib oldu ki, Qırğızstanın Urayk şəhərinə gəldik. Çox şadıq sizin gəlişinizə. Vasif dayıya salam. Vətəni olmayan yuvasız quşdur. Arzusu, istəyi, hamısı puşdur. Qalıb yaşamağın özü də suçdur. Qürbətdə vətənsiz ölənə yazıq. Əziz izləyicilər, Salam Azərbaycan verilişi öz axarıyla davam edir. Yaslı şəhərindəki həmvətənlərimizi sizlərə təqdim edirik. Yaslı şəhərində bizim Azərbaycanlıların ağsaqqalı, çox hörmətli Məcnun müəllim, salamlayırıq. Xoş gördük. Salam əleykum, xoş gəlmisiniz Səadət xanım bizim şəhərə. Çox sağ olun. Bizim şəhər Yaslı şəhər adlanır. Aranbürq vilayətinin Yaslı şəhəridir. Biz burada az xalqlı olsaq, biz mehribanıq və bir-birimizin xeyir şər işlərinə gedib gəlir, şərdən uzaq eləsin və ölkəmizi, xalqımızı, Azərbaycan xalqını, Azərbaycan dövlətini salamlayırıq buradan. Var olasınız. Məcnun müəllim, neçə ildir burada yaşayırsınız? Mən burada 22-ci ildə yaşayıram. Əslən harasınız? Bərdə rayonundan. Çox gözəl. Bərdədə baxın, sizi yaxınlar, doğmalar izləyir. Kimlərə salam demək istəyirsiniz? Bütün Bərdə cəmaatına. Mən Azərbaycanda, Bərdədə çox adamlar tanıyır. Vaxtilə Kənd Təsərrüfat Nazirliyində işləmişəm. Demək olar ki, hər rayonda, hər təsərrüfatda mənim dostum, tanışım var, tələbə yoldaşım var, yoldaşlarım var. Hamıya məndən, buradakı Azərbaycanlılarından çoxlu salam deyin. Biz həmişə xalqımıza xoşbaxt günlər arzuluyoruz, xoş diləklər arzuluyoruz. Neçə övladınız var? 2 övladım var. Nəvə varmı? Nəvələrim də var, bəli. Allah saxlasın deyirik, Allah var eləsin, gözdə olsun görəsiniz. Məcnun müəllim çox gözəl danışdı, əziz izləyicilər, və bir sual vermək istəyirəm. Bilirəm ki, bizim burada mentalitetimiz, adət-ənənlərimiz, necə deyirlər, yüksək səviyyədə qorunub saxlanılır. Azərbaycan dili necə? Buradakı övladlarımıza yəni öyrədilirmi Azərbaycan dili? Burada demək olar ki, hər bir Azərbaycanlı öz övladlarını, ailələr rus dilində olsa, Azərbaycan dilində öyrətməyə çalışırlar. Mən nümunə göstərə bilərəm, əgər lazımsa göstərərəm. Elə adamlar çoxdur burada. Bizim adət-ənənələrimiz də Novruz bayramıdır, başqa bayramlardır. Bütün bayramı çalışırıq, qeyd edirik. Milli bayramımız keçiriləndə bilirəm ki, yəni bu yerli cəmaatın əziz izləyicilər Rusiyada ən çox sevdiyi bayramdır ki, hansı ki bizim yəni xalqımız, Azərbaycanlılarımız digər xalqları dəvət edirlər bu tədbirlərə. Sizdə də olurmu elə tədbirlər? Bəli, bu yaxında da olacaqdır. Belə bir tədbir gözlənilir. Biz həmişə başqa xalqlarda dəvət edirik və bizim adət-ənənələrimizi onlara göstəririk və biz burada yaşayarkən də Rusiya dövlətinin qanun qaydasına riayət edirik. Biz heç bir nedədə çalışırıq. Cavanlara da başa salaq ki, siz səhv hərəkətlər eləməyin. Gəlmişsiniz bu ölkəyə, vətəninizi unutmayın, ata-ananı, qardaş bacını unutmayın.
Kim oradan sizə zəng eləyir, nə kömək istəyir, kömək eləyin. Bizim hər birimizdə o işə həmişə əlimizdən gələn eləyirik. Çox sağ olun, təşəkkürümüzü bildiririk əziz izləyicilər. Doğrudan da Ağsaqqal çox düzgün vurğuladı ki, qərib ölkədə, ölkə xaricində yaşayan hər bir Azərbaycanlı Azərbaycan cəmiyyətinin güzgüsüdür. Çalışaq ki, Azərbaycanımızın adına layiqli vətəndaş olaq. Salamlayırıq sizi, xoş gördük, özünüzü təqdim edin. Mirzəli, mənim adım Mirzəlidir. Neçə ildir burada yaşayırsınız? 45 il olacaq bu illəri, sentyabr ayında olacaq 45 ildir burada yaşayırıq. Hansı rayondansınız? Biləsuvar rayonundanıq. Neçə övladınız var? 3 uşağım var, Maşallah. 4 nəvəm var. Allah saxlasın. Uşaqların hamısı oxuyubdur, ali təhsillidir və hamısı vəzifədədirlər. Çox gözəl. Deyəsən dedilər dövlət içində çalışır burada. Bəli, özüm burada demək ki 34 il qulluq eləmişəm. Milisdə işləmişəm 34 il. Podpolkovnik rütbəsində çıxmışam stavkaya. Allah ömür versin. Çox sağ olasınız. Azərbaycanda demək ki yaddan çıxartmırıq. İmkandan olanda hər gedib gəlirik. Dedilər oğlunuz da burada dövlət içində çalışır. çalışır. Bəli, oğlum da sizdə işləyir, sağ olasınız. Oğlum da podpolkovnik zvaniyasında naçalnik polis işləyir. Atasının yolunu davam edir. Ay sağ olasınız, bəli. Allah can sağlığı versin. Kimlərə salamlarınız var? Bütün Azərbaycana, Azərbaycana salam söyləyirəm, o cümlədən öz rayonumuza da, Biləsuvar rayonuna da salam göndəririk. Azərbaycan gedib gəlirsiniz? Axırıncı sentyabr ayına getmişdim. Sentyabrın demək ki 20-sində mən Azərbaycana getdim. 18-ci ildə, keçən il. Lap yaxşı. Allah var eləsin deyir. İndi hər kəs də sizə baxır. Biz də sizin bütün qohumlarınızı, orada olan yaxınlarınızı, dostlarınızı salamlayırıq. Bizim veriliş barədə eşitmişdiniz heç? Yox, mən eşitməmişdim. Birinci dəfədir. Birinci dəfə mən eşitmişdim. Yaslı şəhərində ümumiyyətlə ilk çəkilişdə bu, mən biləni, düzdürmü? Bəli, birinci çəkilişdir. Çox gözəl. Allah sizə var eləsin. Var, necə deyil olmazın kişi dedi, onu yaddan çıxartmırıq. Necə lazımdır, eləncə qeyd edirik. Davam elətdirir. Davam elətdirir. Var olasınız. Təşəkkürümüzü bildiririk. Əziz izləyicilər, Salam Azərbaycanı izləyin. Növbəti həmvətənlərimizi sizlərə təqdim edirik. Salam, xoş gördük. Adınızı öyrənək. Adım Qənaətdir. Neçə ildir burada yaşayırsınız? 1974-cü ildən. Mən bildiyim qədərilə siz Yaslı şəhərinə bir qədər aralı yaşayırsınız, düzdürmü? 35 kilometr şəhərdən kənarda, kənddə yaşayırıq. Əslən hansı rayondansınız? Laçın rayonu. Təəssüflər ki, yoxdur. İnşallah arzu edir ki, hər bir Azərbaycanın arzusudur ki, bu qara buludlar dövlətimizin, xalqımızın, millətimizin üzərinə çəkilsin. İnşallah torpaqlarımız azad olunsun. Amin inşallah. Amin. Nəvəniz varmı? Allah qəbul eləsin. 3 evladım, 5 nəvəm var. Allah saxlasın deyilir. Bax, kənddə yaşayırsınız. Kənd təsərrüfatı necə? Varmı sizdə? Var. Kənd təsərrüfatı var. Həyat yəni maldarlıqdır, yoxsa əkin biçindir? Yox, əkin biçindən lazımdır. Maldarlıqdır. Övladlarınız burada yanınızda yaşayırlar, yoxsa Azərbaycanda? Evladlarım 2 qız Moskvadadılar. Oğlum burada diviziyada xidmət edir. Lap yaxşı. 3 uşağı var. 3 uşağı var, 2 qızı, 1 oğlu. Buradan istəyərdim ki, bir baba olaraq nəvələrinizə ürək sözlərinizi eşitdik. Əsas deyir, nətər deyirlər? Deyir, dövlətdə dəvə, övladda nəvə. Çox sağ olun. Mən göndərirəm tək nəvələrimə, evladlarıma yox. Mən bütün Azərbaycanda mənim 8 qardaş bacım var. Ay maşallah. Keçən ildə Əhliyyət Süleyman bu ikin qardaşdır. Azərbaycan əskərini yazan şairimiz. Marş Şirəli Azərbaycan əskəri. Bu ikinin qardaşı mənim tələbə yoldaşım yazıb. Tələbə yoldaşı olmuş. Əhliyyət mənim tələbə yoldaşım. O marşı yazan oğlan mənim tələbə yoldaşım. Söhbətə elə indi başlamışıq onda sizlə. Buyurun. Deməli ailədə 8 övlad olmusunuz. 8 övlad, 4 qardaş, 4 bacıyıq. Allah Taala heç birimizə dəyib dolaşmayıb. İndi də hamısı sağ-salamatdır. Amin. Allah can sağlığı versin. Keçən ildə 18-ci ilin avqust ayında getdik buradan. Həyat yoldaşım, balaca qızım. Getdik orada da bir qardaşımın toyunda iştirak elədik. Qardaşımın oğlunun toyunda iştirak elədik. Hamını gördüm, hamısı yaxşı yaşayır. Vəziyyətdir də Azərbaycanda bizimkilər hamısı qaçqındır. Ona görə biraz çətinlikdir. Yaşayış şəraitləri biraz nasazdır. Bax, Azərbaycandan bura gəlirlərmi qonaq sizə, kəndə? Bir böyük qardaşımla başqa hamısı olublar mənim yanımda. Gəlib gediblər. Mənim anam 2 dəfə mənim burada olubdu. Bir dəfə olub 7 ay qalıb bizim yanımızda. Bir dəfə də olub 3 ay. İndi rəhmətlikdir, yoxdur. Allah sizlərə can sağlığı versin. Buradan da sizin bütün, belə deyərdim ki, ailə üzvlərinizi, qohumlarınızı salamlayırıq. Sizin necə salamlarınız varmı?
Var, niyə yoxdur? Buyurun. Salam həmişə var qohumlara, qardaşlara. Kameraya baxın, indi hər kəs sizləyir. Buyurun. Bütün Azərbaycana salam göndərirəm, qardaş bacılarıma, bütün qohumlara, dayılarıma, əmilərimə, xalalarıma, hamısına salam göndərirəm. Narahat olmayın, bizim vəziyyətimiz burada yaxşıdır, yaxşı dolanırıq. Həmişə yaxşı olasınız. Allah ruzu bərəkətinizi bol eləsin. Təşəkkürümüzü bildiririk. Əziz izləyicilər, növbəti müsahibimiz sizlərə təqdim edirik. Salamlayırıq, xoş gördük. Salam aleyküm, xoş gəlmisiniz. Adınızı öyrənək? Mənim adım Qüdrətdir, Lənkəran rayonu. Aha, çox gözəl. Neçə ildir burada yaşayırsınız? 82-ci ildə gəlmişəm bura. Neçə övladınız var? 3 övladım var. Yəni nəvə varmı yoxsa? Nəvə yoxdur, qızımı keçən ili köçürtmüş, 17-ci ildə köçürtmüşük. Allah xoş bəxtləsin. Özü də işdir, həkimdir, akşor ginekoloq. Çox gözəl. O böyük oğlumu qutarıb, Boşa şkola milli sənətçiliyimiz, Gücnur Rasko Uluslararası Akademiya MVD qutarıb. No işdir, başqa işdə işdir. Normali balaca oğlum da vayenlidir. Üçüsü də işdir. Göz dolusu görəsiniz. Sağ ol, çox Həmişə bax belə fəxrlə danışasınız inşallah. Söylədiniz ki, mən deyirəm ki, Lənkərandan limon gətirirsiniz, nəsə cavab verdi, eşitmədim. Nə dediniz, siz necə dediniz? Amma Lənkərandan burada limon gətirsən, o qızıl qiymətinə dəyəcək. Yaxşısıdır ki, Argentin limonu. Doğrudan da əziz izləyicilər, Azərbaycanımızda yetişən hər bir meyvənin də özünə məxsus dadı var. Ləzzəti ayrıdır, var olasınız deyirik. Söylədiniz ki, əvvəllər verilişi izləmişsiniz Orenburq şəhərindəki toyu. Keçən dəfə verilişə baxdım, görürdüm Orenburqda toyda iştirak edirsiniz. Mən çox şadlandım. Yəni tanıdığınız insanlar. Toy yəsini də çox tanıyıram. Restoranı saxlayan da bizim qardaşımızdır. Onlar Hacıda, bəli, onlar hamı bizim canımız, yerimizdir. Sağ olsunlar, onlara böyük minnətləri deyirəm. Deyirəm ki, sağ olsunlar ki, elə qardaşlar var. Bəli, biz də salamlarımızı çatdırırıq. Allah onları saxlasın. Amin. Salamlarınız var mı? Salam deyirəm, salam Azərbaycan xalqına. Aha, buyurun kameraya baxın. Salam deyirəm Azərbaycan xalqına. Azərbaycan bizim vətənimizdir. Dalini Məmməd gəlib Rusiyaya düşmüşük. Amma Azərbaycanı unutmamışıq. Azərbaycanı heç vaxt unutmaq olmaz. O bizim rodinadır. Oradan anadan olmuşuq. Burada yaşayırıq biz. Burada o Azərbaycanın öz... Bu da həyatın bir qismətidir. Bəli, Azərbaycanın öz zakonu var, Rusiyanın öz zakonu var. Bir burada yaşayırıq, bu burada Rusiyanın zakonu kimi yaşayırıq. Əsas odur ki, əziz izləyicilər, həmvətənimiz düzgün vuruladı. Burada bir kiçik Azərbaycan yaratdınız. Əsas odur, bəli. Bizim ağsaqqallar da çox sağ olsunlar ki, biz həmişə burada dururuq ki, bir-birimizin xatınızda dəymirik. Возможно, lazım olanda bir-birimizə kömək edirik. Biz Allah eləməsin, heç kim burada xəstələnməsin, balnisaya zada düşməsin, hamısı 100 il yaşasınlar. Amin. Biz də fəxr edək. Amin. Lənkəranda doğmalardan kimlər yaşayır? Lənkəranda qohumlarımız çoxdur. 8 bacım var, bir dənə mənim. Maşallah. 9 övlad olmuşuq, bəli. Evin deməli bir oğlusunuz. Bir oğlum mənim, 8 bacım var. Nə gözəl. Yəni 8 bacın hamısı Lənkəranda. Lənkərandadır, Bakıda yaşayırlar ki, hamısını köçürdümüşük. 17-ci ildə Azərbaycanda oldum. Allah ölənləri rəhmət eləsin, mamam rəhmətə getmişdi. Getdim 17-ci ildə, sonra gəldim. Vəziyyət belədir, selski местностьdə necə olmalı? Ona da min şükür. Bəli. Biz də sizin buradan bacılarınızı salamlayırıq, qohumlarınızı salamlayırıq. Azərbaycan yaşayan hamı bacı qardaşlara, analarımıza iminə deyirəm ki, kim ölüb, Allah rəhmət eləsin, qalan Allahlarını da deyirəm ki, baş əyirəm, deyirəm ki, vardılar. Çox sağ olsunlar ki, bizim qohumlarımıza, yaxşı qohumlarımız var. Həmişə unutmuruq, pastani danışırıq. Telefon atlaşırıq, əlaqəmiz heç vaxtı kəsmirik, gecə gündüz olsa danışırıq. Mən fəxr edirəm ki, onlar var. Var olasınız. Təşəkkürümüzü bildiririk əziz izləyicilər. Həmvətənimiz doğrudan düzgün vurğuladı. Arzu edirik ki, hər bir valideyn qərbdən övladının səs sorağını gözləyirsə, hər zaman şad xəbərlər eşitsin. Belə gözəl arzularla verilişimiz davam eləyir. Sizə bizi böyük hörmətimiz var. Çox sağ olun. Adınızı öyrənək? Nəcəbov Fazil, Kürdistanlı. Neçə ildir burada yaşayırsınız? Mən burada yaşayıram hardasa bir 32 il. Aha, neçə övladınız var? Mənim övladlarım bir 18 dənə nəvəm var, 5 dənə uşağım var. Allah saxlasın deyirik, Allah istivar eləsin. 2 dənə də
nəticəm var. Ay maşallah, göz də olsun görəsən. Buradadılar yəqin, yanınızdadılar. Yox. Yoxsa Azərbaycanda? Yarısı Azərbaycandadır, yarısı buradadır. Aha, lap yaxşı. Salamlar göndərin bir Azərbaycana, hər kəs. Mən Azərbaycana o qədər gözəl salamlar göndərirəm ki, mən Azərbaycansız əgər ölsəm Azərbaycan torpağında məni bastırmasalar, mənim qəbrim çatlamalıdır. Azərbaycan mənim böyük vətənimdir. Azərbaycan mənim ən gözəl anamın südündən də halal bir torpaqdır. Ana südü başqa söhbətdir. Müqəddəsdir. Amma ana torpağı sapsın başqa şeydir. Mən Azərbaycan torpağını o qədər qibtə edirəm ki, Azərbaycanın bu genişlənməyi, Azərbaycanın bu gözəlliyinə mən televizorda baxıram. Bütün respublikalara baxıram. Azərbaycan o qədər inkişaf edib ki, o inkişafın daha da geniş olmağı, mənim o elə bir 70 yaşım olsa da, 90 yaşımda da, 100 yaşına qədər də yaşayıram ki, Azərbaycanın bu genişliyi olsun. Salam Azərbaycan. Salam Azərbaycan. Salamlayırıq, xoş gördük sizi. Çox sağ olun, xoş gördük sizləri və salam Azərbaycan. Salamlayıram, bütün Azərbaycanımızı salamlayıram. Bilirəm, çətindir vətən həsrəti. Bu həsrət oduna yanana yazıq. Mən də yaşamışam, bax bu həsrəti özgə qapılarda qalana yazıq. Vətəni olmayan yuvasız quşdur. Arzusu, istəyi, hamısı puşdur. Qalıb yaşamağın özü də suçdur. Qürbətdə vətənsiz ölənə yazıq. Qürbət cənnət olmaz deyib atalar. Qürbətdə vətənsiz kim xoşbəxt olar? Nə qədər xoş keçsə günlər, saatlar, vətənsiz yaşanan həm ömrə yazıq. Aləmi bürüdü amanım, ahım, vətəni sevməkmi mənim günahım? Rəhm elə əliyərə böyük Allahım, mənim bu dərdimi qanana yazıq. Çox sağ olun, doğrudur, müəyyən bir səbəb üzündən vaxtı ilə 90-cı illərdə Azərbaycandan uzaq düşdük. Hansı gözəl bölgədənsiz? Biz Qərbi Azərbaycandanıq. Elə bir diyardanıq ki, orada saz, söz, şeir ən yüksək səviyyədə inkişaf eləmiş bir diyardır. Bu Göyçə mahalıdır. Bizim Ələsgər dədəmizin vətəni. Bir oğul övladınız var? Bəli, bir dənə oğul övladım var. Bugün artıq o yaş, necə deyim, ailəlidir, ailə qurubdur. İki nəvəm var. Biri oturub qucağımda, biri də oturubdur nənəsinin yanında. Bugün bizlərlə bərabər kim varsa buyurun təqdim eləyin. Solumda oturan mənim öz çox sevimli gəlinimdir. O tərəfdə biraz oturan oğlumdur, bəli, yeganə övladımdır. Tural bəydir. Ondan sonra sizdən sağda yanan böyük nəvəmdir. Bəli, Emeliya. Nənəsinin yanında o da dayanıb Emeliya. Onların ikisinin də adı Emeliyadır. Çünki ikisinin də doğum günləri may ayının 20-sinə düşübdür. Ondan sonra o tərəfdə oturan məndən böyük qardaşımdır. Səfiyər müəllim, hüquqşünasdır, əyləşib. Onun yanında oturub xanımıdır, Şiraz xanım. Sonra onun yanında oturan bizim ailəlikcə burada dostluq elədiyimiz bir ailənin övladlarıdır. İlk şeirinizi neçənciyizə yazmışsınız? İlk şeirimi mən yox, məktəbdə oxuyurdum. Orta məktəbdə? Hə, uşaq idim ilk şeirimi yazanda. Onda birisi nətəri belə o vaxtı o Pioner jurnalı çıxırdı, Göyçin jurnalı çıxırdı. Sovet dövrü idi. O vaxt uşaqları əyləndirən nəsə var idi. O vaxt o jurnallara baxıb nəsə bir şeirimi yazmışdı. Sonra da ondan sonra elə oldu ki, məqsədim amalım ancaq ali təhsildə alıcı getmək idi, oxumaq idi. Gəldim Bakıya, inşaat mühəndislərinin işini qutardım və 90-cı illərin ortalarına qədər
Bakıda inşaat mühəndisi kimi çalışdım, fəaliyyət göstərdim. Doğrusunu deyim ki, bu şəhər 1961-ci ildə salınmış şəhərdir. O vaxtı 1961-ci ildə salınan bu şəhərə, bəli, Azərbaycanlılar Komsomol putyovkasından gələnlər var burada. Ondan sonra da müəyyən o Azərbaycanda o iqtisadi böhran baş verəndə çörək dalınca gələn insanlar da var. Bəli, bir vaxtlar çox uyduq burada. Amma yavaş-yavaş onlar hamısı təmizləndi. Çox az qalmışıq burada. İstər-istəməz bir-birimizlə həmişə əlaqəmiz var. Bir-birimizin yanına gedirik, gəlirik. Bir-birimizlə münasibətlərimiz təbii ki, bir millət kimi bunlar hamısı qorunub saxlanılır. Əsas o da sazda bu gün ifa olacaq yoxsa yox? Yox, ay qızım, mənim evimdə saz olmağına baxma günə. Mən düzdür, sazın vurğunuyam. Amma saz da ifa elədi də yanımızda. Yox, mən saz çala bilmirəm açığı. O ki, nəsə deməli, o simi tərpətmişəmsə, bəlkə də günah iş görmüşəm, çünki mən saz çala bilmirəm, amma o sazın vurğunuyam. Mən ondan bağlı, sizə o sazla bağlı bir dənə də şeir oxuyacağım sizə ki, onu dinləyicilərimiz eşitsinlər, amma mən saz çala bilmirəm. Verilişimizin davamında olacaq təbii ki, öncə bir salamlarınızı eşitək. Doğma Azərbaycanda kimlərə salamlar deyirsiniz? Azərbaycanda təbii ki, bizim qohum əqrəba ümumiyyətlə çoxdular, nəslimiz böyük nəsildir. Anam bugünkü günü sağdır. Allah can sağlığı versin. Atamızı itirmişik. Allah ölümlə bütün ölümlərə rəhmət eləsin. Amma ki, anamız sağdır. Bugün anamı öpürəm, anamı salamlayıram. Adını deyin zəhmət olmasın. Anamın adı Pünhandır. Amma çox xatın bir qadındır. Harada yaşayır hal-hazırda? Bakıda yoxsa rayonda? Yox, hal-hazırda bugünkü günü o Şəmkir rayonunun Çənlibel kəndində, keçmiş Çardaqlı kəndində yaşayır. Çox çalışdıq, istədik ki, burada biz 3 qardaş yaşayırıq, istədik ki, yanımızda olsun, amma ki, nəysə, gəldi, biraz yanımızda qaldı, amma istər-istəməz vətən onu çağırır, o qalmaq istəmədi burada, getdi, anamı salamlayıram, ondan sonra xalam var orada, xalamı salamlayıram, ondan sonra qardaşım var orada, qardaşımı salamlayıram, Daşqını. Sonra xalam oğlanlarını salamlayıram, əmi oğlanlarımı salamlayıram. 2 dənə bacım var orada yaşayır, biri Şəmkirdə yaşayır, biri Bakıda yaşayır. Bacılarımı salamlayıram, salamlar sizlərə, hamınızı öpürəm. Ümumiyyətlə, necə ki, verilişimizin adı Salam Azərbaycan, mən də təkrar edirəm ki, Salam Azərbaycan, bütün Azərbaycana salam. Əziz izləyicilər, istərdim ki, Emin xanımını sizlərə təqdim elə. Emiliya xanım, salamlayırıq, sizi xoş gördük. Salam Səadət xanım. Hər şeydən öncə sizi salamlayıram. Xoş gəlmisiniz. Sözün düzü, çox verilişlərinizə mən baxmışam. Amma bir gün fikirləşmirdim ki, siz də bizim qonağımız olarsınız. Bugün çox şadıq sizi öz evimizdə, stol başında və bizimlə bir arada görməkdən. Sağ olun. Burada yaşayan Azərbaycanlıların həyatını, gününü, güzəranını, onların ictimai və siyasi fəaliyyətlərini öz verilişləriniz vasitəsilə tarixin yaddaşına köçürdərək Azərbaycanımızın kanal vasitəsilə, Dünya TV kanalı vasitəsilə Azərbaycanımıza yayımlayırsınız və birbaşa sanki bizimlə doğmalarımız arasında telekörpü yaradırsınız. Və mən də ona görə buradan sizin Salam Azərbaycan verilişi vasitəsilə öz doğma Azərbaycanımıza Salam Azərbaycan deyirəm və öz orada olan əzizlərimiz var, doğmalarımız var. Anam məmləkətə, qardaşlarıma, bacılarıma, xalama, bütün əziz doğmalara, indi hamısının adını bir-bir demək uzun vaxt aparar. Hamısına qohum, dost, tanış, hamısına salamlar deyirəm. Həmişə onların xoş sorağını eşidək. Onlar bizdən nigarandır, biz də təbii ki, onlardan nigaranıq. Allah eləsin ki, həmişə bir-birimizin xoş sorağını eşidək. Amin inşallah. Bax, qeyd elədiniz ki, ananız məmləkətdə, adı məmləkətdir, düzdürmü? Biz də salamlayırıq, Allah can sağlığı versin deyirik. Tez-tez əlaqə saxlayırsınız yəqin telefon vasitəsilə. Bəli, tez-tez telefon görüntülü də danışırıq, görüntüsüz də danışırıq. Yəni ki, bugünkü efir vasitəsilə görüşməyin yəqin ki, bir başqa zövqü var, bəli. Qaynana ilə necə, münasibət necədir? Qaynanam, xalamdır, yaxşı, necə ola bilər? Deməli, qohum. Xala ikinci ana deməkdir də. Çox gözəl, həmişə mehriban olasın.
Əliyar müəllimin qardaşı burdadır. Salamlayırıq sizi, xoş gördük. İstəyərdim bir özünüzü təqdim eləyəsiniz və hər kəsə salamlar deyəsiniz. Nail Səfiyar Orucoğlu. Kimlərə salamlarınız var? Bütün Azərbaycan xalqına salamlarımız var. Yox, baxmayaraq ki, biz uzaq ölkədə yaşayırıq. Daimi biz Azərbaycanın iqtisadi, siyasi, ictimai həyatını izləyirik. Öz televizor vasitəsilə Azərbaycan kanallarına baxırıq həmişə. Azərbaycanın bugünkü inkişafı, bugünkü səviyyəsi bizi çox sevindirir, çox şad oluruq. Fəxr edirik ki, Heydər Baba deyən kimi biz Azərbaycanlıq olmamızla fəxr edirik. Mənim üçün Azərbaycan xalqı bütövlükdə doğmalarıdır. Ona görə də bütün xalqa salam. Mənim adım Şirazlı. Xoş gəlmisiniz. Sağ olun. Verilişinizə uğurlar arzulayıram. Var olasınız. Bu verilişlə yəqin ki, baxanlar da var. Barış deyirsiniz, yaşayanlar. Biz də Azərbaycanın uğurlarına elə də adını bütün nə ki, millətin hasının idmançı olaraq, müğənni olaraq, alim, həkim, müəllim, hamısının ki, adı yüksək zirvələrdən gəlir. Bu bizim fəxrimizdir. Allah eləsin ki, bu qərib ölkədə bizimkilərin adı yüksək yerlərdən gəlsin. Siz də gələsiniz, çəkəsiniz, görsədəsiniz. Var olasınız. Mən də Azərbaycanı salamlayıram. Sizin uğurunuz bizim uğurumuzdur. Allah həmişə bu xalqı yaşatsın, var eləsin. Qəribim vandı, qərib qürbət, yaşamaq burada əziyyətdir. İki nəvəmiz var, görürsünüz ki, gül balalarımız var. Yəni, nənə baba da onlarla nəfəs alır da, o bizim həyatımızdır. Həmişə də ona sual verəndə ki, siz babanın nəyisiniz, nənənin nəyisiniz deyirlər həyatı. Adınız eynidir. Adımız eynidir, bəli. Elə sizin gəlişiniz də xoş bir vaxta təsadüf eləyib. Mənim bu böyük nəvəmin prinsessa, ona o qədər prinsessa demişik ki, o doğrudan da özünü prinsessa kimi hiss eləyir. Onun 5 yaşı tamam olacaqdı. 5 il bundan qabaq o nənəsinin ad gününə hədiyyə olubdu. Həm də adaşımdır. Mənim də ona təbrikim odur ki, o öz körpə ömrünü doya-doya yaşasın, onun üzündəki o gülüş, təbəssüm heç vaxt əksik olmasın, həyat onun təbəssümünü heç vaxt, təbəssümünü, cizgilərini pozmasın. Yəni, onu həyatda necə görmək istəyiriksə, Allah o, necə deyirlər, bizim ümidimizi puça çıxarmasın. Həmişə nəvələrlə bağlı mən müdaxilə eləyim də bu məsələyə. Buyurun, kameraya baxın. Doğrudan da həqiqətən nəvələr çox şirin olur və mən də nəvələrlə bağlı bir dənə şeirimi ərmağan eləmək istəyirdim sizin verilişinizə. Dövlətdə dəvədir, övladda nəvə, babalar gözünə nurdur nəvələr. Ən böyük istəkdir, arzu diləkdir, Tanrıdan istəkli paydır nəvələr. Gəlişi hər zaman toy bayram olur. Ürəklər sevinir, məclis qurulur. Ana qucağına bir körpə qonur, nənə qucağında güldür nəvələr. Elə bil bahardır, hər yan bəzənir. Bütöv bir nəsilə yenilik gəlir. Bir ata təzəcə bağ-bostan əkir, babanın bağında bardı nəvələr. Bizlər də bir zaman gəlmişik belə. Bizlər də bir vaxt kiminsə nəvəsi olmuşuq, bizləri kimlərsə belə əzizləyibdir. Bizlər də bir zaman gəlmişik belə. Nəsil də dəyişir, fəsil tək belə. Əliyar köç edəndə sən son mənzilə, yurdunda əbədi, şamdır nəvələr. Allah hər kəsin nəvəsini yurdunda şam eləsin. Amin. Ad günün mübarək, ad günün mübarək. Nə yaxşı ki doğuldun, nə yaxşı ki var oldun. Ad günün
uzaqda olanda doğrudan da vətən insan üçün daha dəyərli olur. Bəli. Vətənin qədri uzaqda olanda bilmir. Və Süleyman Rüstəmin Vətən adında əruz vəznində yazılmış bir qəzəli var. Hər yanda şərəfləndirən insanı vətəndir. Xoşbəxt eyləyən sevgili cananı vətəndir. Könlüm aramal, özgə bir aləmdə saadət, ağ günlərin daimi ünvanı vətəndir. İlhamı uzaq ölkədən almaq nəyə lazım? Xoş nəğmə, gözəl nəğmə gülüstanı vətəndir. Öz doğma Azərbaycanıma qurban olum mən, şair oğul yetirən Süleymanı vətəndir. Var olasınız. Bundan artıq, bundan gözəl nə demək olar? Eşq olsun. Verilişiniz uzun ömürlü olsun. Mən bilirəm ki, verilişiniz hələ gəncdir. Hələ neçə illər sizin bu verilişiniz davam eləsin və hər yerdən bütün o keçmiş Sovet, indiki MDB dediyimiz respublikaların şəhərlərindən, vilayətlərindən Salam Azərbaycan deyərək hər bir Azərbaycanlının qapısını döyə biləsiniz. Çox sağ olun, var olun. Salamlayırıq səni, xoş gördük. Salam, xoş gəlmisiniz. Bütün Salam Azərbaycan verilişinə salamlar olsun. Bütün Azərbaycan xalqını salamlayıram. Tural, sənin məsuliyyətin çox böyükdür, çünki evin tək oğlusan. Allah qoy bütün valideynlərə can sağlığı versin. Amin. Uzun ömür, can sağlığı həmişə onlar bizim başımızın üstündə olsun. Amin inşallah. Amin. Tək oğul olmusan, ərkəsəni böyütməyiblər səni? Yox. Həmişə işlərində dayaq olursan, düzdür? Mən də görürəm necə. Çalışdığım qədər. Çalışdığın qədər, maşallah olsun. Nə söyləmək istəyirsən? Salamların kimlərədir? Salamlarım bütün birinci Azərbaycan olan qohumlara, əqrəbaya və ümumi bütün Azərbaycan xalqına buradan salamlar deyirəm. Aysə, xoş gördük səni. Maşallah qoçaq gəlindi, maşallah. Salamlarım var mı? Salam, xoş gəlmisiniz. Bütün Azərbaycana buradan salam deyirik bizdə. Var olasan. Qaynana ilə necədir münasibətlər? Biz bilirik ki, yaxşıdır. Mən istəyirəm ki, efir qarşısında deyəsiniz siz, cəmaat eşitsin biz. Bizdə hamı bilir, gəlin qaynana söhbəti yoxdur. Həm də evin qızısan. Ana bala, bəli. Evin qızısan, yaxşı. Valideynlərin Azərbaycanda yaşayır? Bəli, valideynlərim Azərbaycanda yaşayır. Başda atam olmaqla anama, qardaşlarıma, gəlinimizə, bütün qohum əqrabaya salam göndəririk buradan. Hansı rayonda yaşayırlar? Bakıda, hal-hazırda Bakıda yaşayırlar. Amma əslən Astaralıdırlar. Aha, deməli belə, əziz izləyicilər, Cənub bölgəsinin ləvəngisi xüsusilə seçilir. Ləvəngi bişirmisən heç evdə? Bəli, tez-tez bişiririk. Tez-tez bişirirsin. Bəyənir qaynana? Xoş deyil. Bir də belə bir deyim var, deyir ki, kişilərin ürəyinə yol mədəsindən keçir. Tural necə? Belədir yoxsa yox? Belə. Hansı yeməyi daha çox sevir? Çox sevdi. Dövğədir. Bütün yeməklər yarpaq dolması əsasən milli xörəklərdir. Doğrudan da mən onu heç vaxt gəlinim kimi qəbul eləməmişəm. Ümumiyyətlə o ki, gəlin ki evə gəldi, o ailənin övladıdır. Ona təsəvvür, mən həmişə də deyirəm bu sözü ki, kimsə belə bir evinə gəlin gətirəndə ona evdə, ailədə ikinci dərəcəli nətər deyim də insan kimi baxmaq lazım deyil. Birinci növbədə əgər onun qızı varsa, öz qızını onun yerinə qoysun ki, mənim də qızım kimsə qapısında. Başqa bir evə gedəcək. Bəli, nə gözəl, çox gözəl. Ağsaqqal sözü başqadır, əziz izləyicilər. İzah eləyir, maşallah olsun. Əxlaqi dəyərlərimizi də vurğuladı xüsusilə. Vətən qədər müqəddəssən, əzizsən, ey üç rəngli Azərbaycan bayrağı. Bu millətin sən azadlıq rəmzisən. Ey müqəddəs Azərbaycan bayrağı. Babalardan qaldım bizə yadigar, hər il məndə neçə şəhid qanı var. Bu millətin başı üstə yerin var. Canımızsan, qanımızsan, Azərbaycan bayrağı. Xətayının qılıncını suvarmısan, Məmmədəmin ocağından köz almısan, Elçibəyin sinəsində alışmısan, Heydər baba sayəsində ucalmısan, ucaldıqca ucal hələ Azərbaycan bayrağı. Zaman-zaman bir ox olub sancılmışdın neçə xain gözə sən, kör etmişdin ərəbini, həm farsını, rusu sən, bugün isə bayraqların hamısından uca sən, ucaldıqca ucal hələ Azərbaycan bayrağı. Yox bir daha geriyə yol. Biz hamımız sənin üçün ölə bildik. Bu torpaqda yanıb külə dönə bildik.
and içirik, tək yaşa, Azərbaycan bayrağı. Adın nədir gözəl qızımız? Ayılan. Aha, hansı şeir deyəcəksən? Azərbaycan. Çox getmişəm bu dağlardan, durna gözlü bulaqlardan. Eşitmişəm uzaqlardan, sakit ahan aracları. Sınanmışam dostu yarı. Azərbaycan, Azərbaycan. Malades. Aha. Sənin adın nədir? Arzu. Aha, Arzu. İndi sən də buyur. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Malades. Eşq olsun. Bəli, bugünkü günü düzdür, torpaqlarımızın bir hissəsi, müəyyən hissəsi işğal altındadır, bizi çox incidir, çox ağrıdır. Allaha and olsun ki, bəlkə də desələr ki, əgər səni qıyma doğrasaq, o torpaqlar hamısı bərpa olunacaqdır. Mən bugünkü günü öz həyatımı qurban verməyə hazıram bu vətən üçün, bütün Azərbaycan üçün. Salam Azərbaycan! Ata Allah səni var etsin. Yurduna qurban eləyər daşqaş. Nijni Novgorod şəhərindəki Ağsaqqallar Şurasının sədri hər zaman Azərbaycanın fəxri olan, həm Rusiya və həm Çindəki Azərbaycanda dövlət səviyyəsində böyük nüfuza malik olan El Atası mükafatı laureatı xeyriyyəçi Hacı Tərlan Əliyevin bu gün doğum günüdür. Salam Azərbaycan verilişinin layihə rəhbəri və aparıcısı Səadət Arif qızı və verilişin rejissor operatoru Məhəmməd Arif oğlu adından Hacı Tərlan Əliyevi təbrik edirik, ona hər zaman can sağlığı arzu edirik. Hacı Tərlan Əliyev, doğum gününüz mübarək, 100 yaşlı. Eş qazanarmış necə insan, varlığın ən böyük arzumuz, şad yaşa daim Hacı Tərlan. Ərinburq şəhərində yaşayan həm yerlimiz, çox hörmətli və çox dəyərli ağsaqqal Nazim müəllimin də bugün doğum günüdür. Biz də Salam Azərbaycan komandası olaraq Nazim müəllimi təbrik edir, ona daima can sağlığı və işlərində uğurlar arzu edirik. Həmçinin bugün Göyçək və Muradın da doğum günüdür. Onları ailə üzvləri, nənəsi Sədaqət xanım, babası Arif bəy, anası Məhəbbət xanım və atası Anar bəy təbrik edirlər. Biz də Salam Azərbaycan komandası olaraq bu gözəl övladlarımıza daima can sağlığı arzu edirik. Həmişə ailələrinə və vətəninə layiqli övladlar olmasını Allahdan diləyirik. Doğum gününüz mübarək olsun. Bugün sənin ad günündür, bugün sənin şad günündür, bugün sənin ən sevincli günündür. Ad günü təbriklərimiz davam edir. Bugün həmçinin Zığ qəsəbəsində yaşayan Quliyeva xanımın 72 yaşı tamam olur. Quliyeva xanımı biz Salam Azərbaycan komandası olaraq və həmçindəki qohumu Məhəbbət xanım səmimi qəlbdən təbrik edir. Ona daima can sağlığı, hər zaman ailə üzvlərinin, övladlarının, nəvələrinin xoş günlərini görməsini arzu edirik. Doğum gününüz mübarək olsun. Urazqı şəhərindəyik və bu şəhərdə çox hörmətli, dəyərli bizim Azərbaycanlılarımızın rəhbərlik etdiyi Vostochny Skaska restoranında qonağıq və istəyərdim ki, bir daha qeyd edeyim ki, bu restoranın direktoru Eliyar bəy ilə bizim çox gözəl söhbətimiz olacaq. Xoş gəlmisiniz Səadət xanım. Salam Azərbaycan. Bütün Azərbaycana qardaş ölkədən, Qazaxıstandan Azərbaycana salamlar olsun. Neçə ildir burada yaşayırsınız? Tam 20 ildir Qazaxıstanda yaşayıram. Ailəmizlə gəlmişik. Əvvəla atam gəlib 88-ci ildə. Sonra 2000-ci ildə biz gəldik. Evlatlarını gətirdik, 3 qardaş, bir də anamız. İndi ailəlisiniz? Bəli, ailəliyik. Qardaşım, böyük qardaşım Elmar, ortancıl qardaşım Elvar. Biz də mən, üçümüz də evliyik. Üçümüzün də evlatlarımız var. Allah saxlasın. Elə övladınızın biri yanımızdadır. Adı nədir? İbrahim. Adı ilə böyüsün deyirik. Allah nəsib elədi. Mart ayında həcə gedib getdim. Bütün müsəlmanlarımızın arasında onların inşallah gedib müqəddəs torpaqları, müqəddəs Kəbəni görməyi nəsib eləsin inşallah. Amin. Allah o sevinci bütün müsəlmanlara
qismət eləsin. Siz də müqəddəs ayda gəldiniz, Ramazan ayında gəldiniz. Fürsətdən istifadə edərək bütün müsəlmanları, bütün Azərbaycanlıları müqəddəs bayramı, müqəddəs Ramazan ayını təbrik edirəm. İstəyərdik ki, bir eldən, obadan danışasınız. Əslən harasınız? Əslən Gürcüstanlıyam. Gürcüstan Azərbaycanlısınız. Gürcüstan Azərbaycanlısıyam. Atam anam orada doğulub, qardaşlarım orada doğulub. Hansı rayonunda? Dumanis rayonunda, Qamışlı kəndində. Sonra 1 yaşımda, mənim 1 yaşım vardı, Gəncəyə köçmüşük, Azərbaycana, Gəncə şəhərinə. 10 yaşına kimi, tam 2000-ci ilə qədər Gəncədə yaşamışıq, orada təhsil almışıq. Sonra da belə nəsib oldu ki, Qazaxıstanın Ural şəhərinə gəldik. Burada məktəbi davam elədik. Orta məktəbi burada bitirdikdən sonra texnikuma, stроительный, inşaat texnikumuna qəbul oldum, orayı bitirdim. Bütün Azərbaycana, bütün dünyadakı Azərbaycanlılara çoxlu salamlarımız var. Qohumlar Bakıdadır, Gəncədədir, çoxlu qohumlar var. İş yoldaşlarımız, kimlər ki bizlə burada işləyir, işləyiblər, Lənkərandan, Qəbələdən, hamısına salamlarını söyləyir. Bütün Azərbaycanlılar. Çox gözəl Elyar, işçilərdən söz düşmüşkən, istəyərdim ki, bax bu Vostochny Skaska restoranında bizim Azərbaycanlılarımız işləyirmi, çalışırmı? Bax bundan danışaq. Əgər işləyirlərsə neçə nəfərdir? Təbii ki, var Səadət xanım. Gürcüstan Azərbaycanlıları, sonra Lənkərandan çoxlu qardaşlarımız var, gəlib bizlə işləyirlər. Gözəl Lənkəran mətbəxini bizdə burada hazırlayırlar. Qəbələdən, Bakıdan gəlmə iş yoldaşlarımız var. Azərbaycanımızın mətbəxini burada bizdə hazırlayırlar. Çox gözəl. Təbii ki, əziz izləyicilər, bizim ölkə xaricində yaşayan həmvətənlərimiz, yəni belə deyək də, idarə etdikləri, işlətdikləri restoranlarda hər zaman Azərbaycan mətbəxinin ləziz dadlı təamlarına üstünlük verirlər ki, digər xalqlar da elə tanısınlar, bilsinlər, dadsınlar ki, Azərbaycanımızın belə ləziz dadlı təamları var. Neçə ildir bu restoran fəaliyyət göstərir? Tam 5 ildir bu restoran, Vostochny Skaska restoranının fəaliyyət göstərir. Şərq nağılı deməkdir. Tərcüməsi şərq nağılı deməkdir. Yəni başqa da restoranlarımız var. Uralsk şəhərində 5 dənə filialımız var. Qız Qalası, Azərbaycanımızın simvolu olan, dünya Azərbaycanın rəsmini, simvolunu tanıyan Qız Qalası olaraq. Tarixi tikililərimizdən biridir. Ona bənzər tikintidir, restorandır. Adını Devçi başına üstündürmüşdü, amma Qız Qalası tərcüməsində. Başqa da Beluqa, Devçi başına, Dönerim Park adlı filiallarımız var. Restoranların adlarını kim fikirləşir? Ailəlikcə, qardaşlarımdır, atamdır, oturuq fikirləşirik. Ümumi olaraq ailə biznesidir, sizin işiniz. Ailə biznesidir, bəli. Çox gözəl. Bax, bura gələn digər xalqların nümayəndələri ən çox Azərbaycanın hansı yeməklərini bəyənirlər? Birinci Azərbaycan kebablarıdır, təndir yeməkləridir, budu kebablarıdır, Qəbələ səbəti deyən bir təndir səbətdir, onundan hazırlama səbət. Azərbaycan mətbəxinə aiddir. Azərbaycanın dolmasıdır, aşıdır, başqa-başqa cür növləri var, aşları, hamısı yəni. Süfrələrimizin şahı plov. Bir də ki, Qazaxıstanın, bizim bu Qazaxıstan oblasının Uralsk şəhərinin baş naziri tez-tez bizdən Azərbaycan mətbəxini, Azərbaycan plovunu, dadını bəyənib, tez-tez bizdən sifariş edir. حبيبي مالو قولوا لي واش جرالو البارح كان يبغيني واليوم تغير حاله كان ديما فيا يسول وغيابه عليا طول لازم شي حد في باله والله حالي بنعاول ومال حبيبي مالو قولوا لي واش جرالو Elyar çox gözəl və əziz tamaşaçılar, onu da bilin ki, elə bizim həmvətənimiz, Azərbaycanımızın dəyərli oğlu, həmçindəki elə Elyarın atası Bəhrəm müəllim özdəki çox gözəl əl qabiliyyətinə malikdir. İstəyərdim ki, elə Elyar özü bu barədə danışsın. Bəli, çox gözəl dediniz. Hətta prezident, belə deyək, Astanadan gələndə prezidentdir, ministerlərdir, nazirlər Uralsk şəhərinə gələndə atam öz komandası ilə, öz poverləri belə deyək, Astanadan ministerlər gələndə, belə hörmətli qonaqlar gələndə, baş nazirimiz hətta öz komandası ilə, öz poverləri ilə onları qarşılayır, belə yəni öz mətbəxi. Deməli bütün belə deyək də mətbəx işinə, bəli, sırf yəni bu komanda rəhbərlik edir. Azərbaycanın yeməklərini belə deyək, yəni
hazırlama öz poverlərlə biri öz komandasında yəni qarşılayır. Bizim sırf bu Vostochniy Сказка restoranında Avropa, Azərbaycan, Gürcüstan, Qazaxıstanın öz yeməkləri hazırlanır. Ona görə də aşpazlar bölünür. Özbəklər, Azərbaycanlılar, Ruslar, Qazaxlar, yəni poverlər qrupaya bölünür. Hər kəs öz mətbəxini bişirir, yəni belə deyək. Bu qramotaları hamısı atamınkidir, atam Bəhraminkidir. Oradakı qramotaları, medalları sərhəd qurumları veribdi. Hörmətinə görə, yəni belə hər dəfəsində Astanadan, Almatdan gələn nümayəndələri qarşıladığına görə, yaxşı dostluq, hörmət saxladığına görə, Azərbaycan mətbəxini, Azərbaycan qonaqpərvərliyini nümayiş etdiyinə görə bu hamısı qramotaları ona sərf ediblər, ona veriblər. Belə deyək ki, bəzi qurumlar, hökumət qurumlarına kömək göstərdiyinə görə ona görə veriblər. Əziz izləyicilər, bir daha qeyd eləmək istəyirəm ki, Bəhrəm müəllim Urazqı şəhərinin fəxri vətəndaşıdır. Hər zaman arzu edir ki, ölkə xaricindəki Azərbaycanlıların səsi daima ucalardan gəlsin və Eliyar, bilirəm ki, xarici ölkələrə getməyi çox sevirsən. Sonuncu dəfə hansı ölkələrə səfər etmisiniz? Sonuncu səfər bu səfər Türkiyədə oldum, Ərəbistanda oldum. Tez Azərbaycana, ildə bir dəfə Azərbaycana gedirik. Vətənimizi ən azından ildə bir dəfə görürük. Uzaqda yaşasaq da Azərbaycanımızı, vətənimizdir, unutmuruq, gedirik, görürük. Uzaqda yaşasaq da Azərbaycan evlatlarımızı və hətta özümüz də unutmuruq, evlatlarımızı da tərbiyə veririk. Azərbaycanın milli mədəniyyətini, dinimizi, İslamiyyətimizi, dilimizi danışma, hər şey öyrədirik, tərbiyələndiririk. Neçə yaş var İbrahim? 5 sentyabrda 6 olacaq inşallah. İnşallah. Məktəbə gedəcək həqiqətən. İnşallah. Sentyabrın 1-də məktəbə gedir. İbrahim, bir salam Azərbaycan söylə hər kəsə. Salam. Azərbaycan. Sağ olsunlar Qazaxlar da belə deyək, çox qonaqpərvərdirlər. 20 ildir burada yaşayırıq, dostlarımız da çoxdur. Azərbaycanımızı tanıdırıq, bir-birimizin dostluğumuzu yaşadırıq, qardaşlığımızı bildiririk, yaşadırıq. Heç Azərbaycan haqqında soruşurlar ki, bəs getmək istəyirik ora, necə yerdir? Təbii ki. Hər dəfə Azərbaycan gedib gəldikcə hədiyyələrini gətiririk, Azərbaycanın gözəl şəkillərinə baxmaq istəyirlər. Nə gözəl. Gedib gəzib, hətta çox dostlarımız var ki, gedib Azərbaycanda dincəlib gəlirlər, Naftalanda, Bakıda, Qəbələdə. Təbii ki, dostlarımız, Qazax, Rus dostlarımız çoxdur, gedirlər Azərbaycanın gözəl Bakıda, Qəbələdə, Naftalanda çox olublar. Hər kəs gələndə razı qalırlar, gözəl günü-gündən inkişaf edən Azərbaycanımızdan, Bakımızdan razı qalırlar. Sağ olsunlar. Heç elə olubmu ki, özünüzlə Azərbaycana aparmısınız, bax buradakı dostlarınızla? Özümüzlə yox, inşallah bu il yayda getməyə planlaşdırırıq dostlarımızla ailəlikcə. Özünüz daha çox Azərbaycanın hansı bölgələrinə səfər etməyi çox sevirsiniz? Çünki Azərbaycanımızın əziz izləyicilər bilirsiniz ki, maşallah olsun ki, gəzməli, görməli yerləri çoxdur. Allahın bir möcüzəsidir də Azərbaycana bəxş eləyib. Bizim elə təbiətimiz zəngindir. Maşallah olsun ki, qonaqpərvərliyimiz də ki, maşallah çox yüksək səviyyədə. Keçən ili iyul ayında getdik Azərbaycanı görmək. 9 dənə şəhərində olmağı Allah bizə qismət elədi. Lənkəranda, İsmayıllıda, Lerikdə, Masallıda, Gəncədə, Qəbələdə, Bakıda, tam olaraq 9 dənə bölgəsində olduq. Çox sevindik. Həqiqətən 30 yaşıma kimi birinci səfər belə dincəlmişdim. Azərbaycanımı bu qədər gəzmişdim. İnşallah ən böyük arzum odur ki, Qarabağı gəzməyə Allah bizə qismət eləsin. Ən böyük arzumuz odur yəni. Amin inşallah, amin. Əziz izləyicilər, Salam Azərbaycan verilişi öz axarla davam edir. Bir daha qeyd eləmək istəyirəm ki, Urazqı şəhərindəyik. Özlə gəlmişik. Bu şəhərdə yerləşən çox dəyərli, hörmətli bizim el oğlumuzun restoranına, Vostochniy Сказка restoranına gəlmişik və Urazqı şəhərinin fəxri vətəndaşı Bəhrəm müəllim bu restoranın rəhbəridir. Xoş gördük sizi. Salamlayırıq, xoş gördük. Salam Azərbaycan. Bütün Azərbaycan xalqımı hamısına salam. Sədət xanım izləyirik, hər gün izləyirik. Hər gündən də bir həftədə bir dəfə olur sizin verilişiniz. Hamısını izləyirik.
Çox şadıq sizin gəlişinizə. Həmişə yaxşı günlərə gəlin. Sağ olun, Bir dəfə salam. çəkiliş olub deyəsən sizlə. Bəli, 1-2 il bundan qabaq olubdu. Orada da gənə iştirak eləmişik. İlk dəfəsindən, bəli. İnşallah ki, xeyirli uğurlu olsun deyirik. Əziz izləyicilər, restoran barədə danışacağıq və bu restoranın direktoru Eliyar Bəhrəm müəllimin oğlu yanımızdadır. Xoş gördük səni. Xoş gəlmisiniz Səadət xanım. Salam Azərbaycan, Azərbaycanı salamlayıram. Maşallah olsun, gözə gəlimli restoranınız var. Çox sağ olun, əməyimizdir. Bəli. Əzə çəkmişik. Şərq dünyasındayıq biz. Şərq nağılıdır. Bəli, nağıllar aləmi. Nağıla da bənzəyir zaten. Bəli, bəli. Sadəcə olaraq bu letni variantıdır. İnşallah içəri keçərik, kafeyə də baxarıq, restorana da baxarıq. Qapımız hər zaman Azərbaycanlılara açıqdır. Xoş gəlmisiniz Azərbaycandan. Bütün qardaş ölkəyə, Qazaxıstana gəlmişik. 20 ildir burada işləyirik. Əməyimiz keçibdir. Uşaqlıqdan burada böyüyürük. Sağ olsun Qazax milləti ki, bizi qəbul edib, belə deyək, qonaqpərvərliklərini göstərir. Elə bizim millətə qonaqpərvərlikdə bax bu Qazaxlılardan geri qalmırlar. Qazax xalqından. Onlar da bizi kimi müsəlman, eyni millətik, Türk millətik. İki qardaş. İki qardaş millətik, təbii ki, qardaş millətik. Sağ olsun cənab prezidentimiz. Assambleya Narod deyə bir politika yaradıb. Bütün millətlər, çoxlu millətlər var. Xoşbəxt yaşayırıq, mehriban yaşayırıq hamımız. Ən əsası sülh şəraitində yaşayırsınız. Var olasınız deyirik və bizim İbrahim balamız Eliyarın oğlu yanımızdadır. Orada bir salam Azərbaycan söylə hər kəsə. Salam Azərbaycan. Can, Allah var eləsin səni. Hər kəsə salam Azərbaycan söyləyirik. Salam Azərbaycan. كان ما فيا يسول وغيابه عليا طول لازم شي حد في باله والله عليه بنعاول يا ولفي حرام عليك هجرتيني بلا سبة والعشرة هنت عليك وجرحتي المحبة والله حرام عليك ضيعت معك زماني هجرت اللي كان يبغيك وجريتي للبراني ماشي نادم Vostochna Skaska restoranı öncədən qeyd edim ki, yəni ailə biznesidir və bu restoranın rəhbəri, bu ailənin ağsaqqalı Bəhrəm müəllimi biz də salamlayırıq. Mən bütün Azərbaycan millətimizi salamlayıram. Neçə ildir burada yaşayırsınız? Mən birinci səfər 85-ci ildən gəlmişəm bura. Gürcistan hansı rayonundansınız? Gürcistanın Dumanis rayonu Qamışlıq kəndin, yəni. Neçə övladınız var? 3 evladım var, 3 oğlum var, 6 nəvəm var. Ay maşallah, Allah saxlasın. Sağ olun, Allah olmayanlardan yaxşımat eləsin. Amin inşallah. Bilirəm ki, övladlarınız sizə restoran işində çox köməkli eləyirlər. Çox köməkli eləyirlər. Onların səbəbinə də belə 5 ildir bu restoran fəaliyyət göstərir. Özüm əsas Tunada da öz fəaliyyətinizi nümayiş elətdirirsiniz. Nümayiş elətdiririk. Həm də siz fəxri vətəndaşsınız. Maşallah olsun ki, elə fəxri diplomlarınızın, uğurlarınızın, nailiyyətlərinizin sayı da çoxdur. İstəyərdim ki, bu barədə danışaq. Neçə müddət ki, fəxri vətəndaş adını almışsınız? Təxminən 5 il. 5 ildir bu restoran biznesi. Qabaqlar tikinti işində, İnşaat sektorunda işləmişik. Kim tərəfindən verilib bu fəxri vətəndaş adı? Dövlət bizdə Fağıran deyirlər. Fağıran tərəfindən oranın rəisi tərtib edib sizə. Tərtib edib, bəli. Söylədiniz ki, Rusiyadan da mükafatlarınız var. Bəli, Rusiyada. Orada var bizim medallarını göstərir ona. Medallar burada da var. Görürəm ki, çoxdur medallarınız, maşallah. O medallar da biri Rusiyanındır, biri bura Qazaxıstanınkidir. Çox gözəl. Allah sizə can sağlığı versin. Hamısına salam söyləyirəm. Onlara can sağlığı arzulayıram. Onlara yox, bütün Azərbaycan millətinə. Hamısına can sağlığı, uzun ömür, yaxşı sədəlarını eşitək. Amin, amin. Sevgi doluydu o günləri. Sevda Maniyə salam. Vasif dayıya salam. ربي عالم باللي بيا قادر ينسيني ويكفي نار الكيا وما الحبيبي مالو قولوا لي واش جرالو
зовут Гульдана. Подругу Марина зовут. Очень приятно. Мы вот каждое свое семейное торжество, всякие события семейные мы здесь в этом ресторане отмечаем. Очень богатая кухня, вкусная, каждый раз разнообразная, меняется меню каждый раз. Лично мы сами здесь уже давно, уже года 3, наверное, ходим так вот стабильно. Ну, потом вот ваша национальная азербайджанская долма очень вкусная, поэтому очень хозяева гостеприимные, все вкусно, и мы каждому стараемся советовать восточную сказку, и все Егор торжества мы здесь проводим, так что все супер. Салам, Азербайджан! Əziz izləyicilər, söhbətlərimiz olacaq. Vostochniy Skaska restoranı haqqında danışacağıq. Eliyar, ümumiyyətlə istəyərdim ki, bax bu restoranın dizaynı barədə məlumat verək. Dizayn barədə ən çox Azərbaycanın demək olar ki, milli ornamentlərini götürmüşük. Pərdələrdən nə deyək, istər taxtalardan mı deyək. Sırf Vostochniy Skaskada 2 mərtəbə kafedir, 2 mərtəbə də restorandır. Bir də böyük letniki var yay üçün. Sırf bunların hər bir mərtəbəsi, hər bir otağı deyək, zalı deyək, sırf bir regionu təbliğ edir yəni. Ne gözəl. Azərbaycanın regionu. Bəli, çəksəniz, diqqətlə baxsanız, yəni görərsiniz necə də, yəni hər bir şey ornamentləridir, hər bir deyək detallarının hamısında Azərbaycana aid çox şey görəsiniz. Yəni. Həqiqətən görəsiniz. Bax, ümumiyyətlə zalların tutumu nə qədərdir? Neçə nəfərdən neçə nəfərə? Hətta kafenin ikinci mərtəbəsinə çıxsaz, orada patologda Azərbaycanın gerbinlə bayrağının şəkili var orada. Yəni patologda sırf Azərbaycan gerbinin ulduzudur, bir də ayıdır bayraqda olan bizim. İnşallah ki, çəkib təqdim eləyərik tamaşaçılara. Neçə nəfər zalların tutumu var? 200 nəfər restoran ikinci mərtəbəsidir, 50 nəfər birinci mərtəbəsidir. Bir də kafenin 250 kafenin ikinci mərtəbəsi, 70-80 nəfər də birinci mərtəbəsi kafenindir. Birinci mərtəbəsidir. Letnikdə də ki, hardasa da yəqin ki, bir azı bir 150 nəfər olar. Tutum olar yəni. Tutum olar da bir. Çox gözəl əziz izləyicilər, restorandan görüntülərimiz davam edir. Salam Azərbaycan izləyin. Biz şərq demək olar ki, aləminə, şərq dünyasına düşmüşük. Vostochniy Skaskadan görüntülərimiz var. والفي حرام عليك هجرتيني بلا سبة والعشرة هنت عليك وجرحتي المحبة والله حرام عليك ضيعت معك زماني هجرت اللي كان يبغي